Bismillah. Sevgili yaşa aziz hacılar, din xadimləri, özəl ağsaqqalarımız, başta Camaləddin müəllim olmaqla bu günləri onun ömür günüdür. Səqini kabul etdik. Çünki 3 il bundan qabaq Camaləddin müəllimlə özüm qoymuşdum söz səhifəsində. Görəm ki, elə ətrafında olan bütün müəllim kollektivləri Camaləddin müəllimin Marif milli işləri bölümdə onların qaygısından nəzir qalır, onlara bir qardaş kimi, bir Allah kimi o səmiyyəti bilir, hamı onu təbrik edirlər. Şükür Allah'a indi bizim də rəhbərimiz burada. Biz də Camaləddin müəllimi təbrik edirik. 20 yaşın mübarək olsun. Babasına can sağlığı, üzümünü versin. Sən əlbəttə ki, siz bu məktəbdə nə yazırsınızsa, məktəbdə orada doğru gələcək. Çünki marifçilikdə olduğu o əzimkarlıq, o necə lazımdır, o kasıbçılıqla o həldə çıxmışdır. Mən müəllimlərdən işitmişdim. Bizdəki məktəb rektorları, müəllimlər qəşəng qalırlar Camaləddin müəllim. O günlərdə Kazım müəllim qəşəng qalırlar. Mehman müəllim qəşəng qalırlar. İnan Allah, o kasıbçılıqla o həldə çatmaq əlbəttə böyük güzələtdir. Sağ olasın. Çox sağ olun. Allah sana bir versin, Allah sana sağ olasın ben de. Səlim qardaş, Camal müəllim heç də kasıb deyil. Maşallah onun zəngin imanı var. Allah ömrünə bərəkət versin. Sən özü çəkirsən.